Fatime adı gelende hamı bağlar, gül açar. Fatime adı gelende hamı bağlar, gül açar. Gül nədir, lalə nədir, sosəni həm sümbül açır. Müşkülün olsa müşkülün hər nə qədər olsa sıdqı dillə çağır ginən denən yazarım, yazarım. Zərrəcə lütfü olsa xanımım, sənin tüm müşküllərin həll olar. Özümdə darda qalmışam, çağırmışam anam Zarayı. Demişəm xanım dərdim var, çıxmazdayım. Demişəm ya Zahra, lütfü kərəmini görmüşəm, müşkülüm həll olub ya xanım ya Zara. Xəstəsi olan var, dərdi olan var, ihtiyacı olan var. Analar anasısan, mehriban anam. Gəlmişək qapına, sən əhl-i beytin kəriməsisən, lütf-i ihsanın olar. Aleyhisselam gəldi evə, qapıyı Zəhra açmadı. Qapıyı Fizzə açdı. Elə başın aşağı salıbdı Mevla evə girir. Baxdı gördü Zəhrası xəstə yerdə oturur. Döndü Zəhrasına baxdı, Zəhra dedi Əli xoş gəldin. Əli başın qaldırdı Zəhraya baxdı, dedi Zəhracan deyəsən eyləşibsən. Xanım deyəsən eysən, eyləşibsən. Dedəm oğlu balalarımı yolla məscidə gəlsin. Zeynəbim, Ummu Kulsumum, Həsənim, Hüseynim də gəlsin. Sana sözüm var hem oğlu, gerek gizliden diyem. Onların yanında diyemmemişim, vasiyetim var hem oğlu. Beni yandıran bu sözdü, beni yandıran bu fotoğraf karasıdır. Der İmam Hasan'la İmam Hüseyin gedirdiler. Ama dönürdüler, dürdüler, bakırdılar omuzlarının ucuyla anası Zahra'ya. Yani derler Zahra'ca. Ana bu xırda ayrılıq məni yandırar ana. Mən necə dözüm sənin ayrılığına. Zeynəb gedir əvinə jinə. Birdən dönür göz ucuyla baxır Zəhra anasına. وَلَعَنَ اللّٰهُ عَلَى الْقَوْمِ الظَّالِمِينَ